Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuş ailə dəyərlərimizə gənclərin baxışı mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları öncə institutun nəzdində fəaliyyət göstərən İslam İncəsənəti Dərnəyi tərəfindən hazırlanmış Ailə Dəyərləri İslam İncəsənətinin gözü ilə sərgisi ilə tanış olublar. Tədbirdə dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədr müavini Sahib Aliyev, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və İctimai Fikir şöbəsinin müdiri Elnur Mustafayev iştirak ediblər. Daha sonra açıq dərsdə institutun tələbələri İslamşünaslıq ixtisasının 1-ci kurs tələbəsi Reyhan Şirinova İslamda ailə dəyərləri, Dinşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Zəhra Əlizadə İslamda uşaq tərbiyəsi, İslamşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Dəyanət Məmmədov Ailə İnstitutunun ictimai əhəmiyyəti və Dinşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Səid Nəsirli erkən nikahın qarşısının alınmasında təhsilin rolu mövzularında təqdimatla çıxış ediblər. Sonda ailə dəyərlərimizə gənclərin baxışı mövzusunda keçirilən esse müsabiqəsində 1-ci, 2-ci və 3-cü yerləri tutan müsabiqədə iştirak edən tələbələr eyni zamanda Ailə Dəyərləri İslam İncəsənətinin gözü ilə sərgisinin hazırlanmasında iştirak edən və açıq dərsdə təqdimatla çıxış edən tələbələr təltif olunublar.